Deməli, dostlar, bu nədir? Bu uşaq oyuncağıdır. iMochi adlanır. iMochi süni intellekt üzərində qurulmuş bir oyuncaqdır. Belə gözləri rəqəmsaldır və içərisində kamera var. Dərhal mənə baxdı. İndi şarjdadır deyə gözlərində şarjın olduğunu göstərir. Və uşaqlar bununla həm danışa bilirlər, həm belə saçını tumarlaya bilirlər qəşəngcə. Həm sual verə bilərlər və süni intellekt də onun suallarına cavab vermiş olacaq. Müxtəlif belə oyuncaqlar var. Bu ZTE şirkətinin hazırladığı oyuncaqlardır. Gözləri qəşəng. İstədiyi formada şey eləyə bilir, gözlərini eləyə bilir və həmçinin belə eynəkli pişik kimi var. Bu videonu qızım gördüyü andan etibarən yazacaq. Ata, mən də istəyirəm. Hazırlanma keyfiyyəti həqiqətən yaxşıdır. Başıma gəldi. Dostlar, hal-hazırda mən Tekno brendinin stendindəyəm. Bu brendin çox maraqlı bir yeniliyi var. Bu yenilik nədən ibarətdir? İndi sizə göstərim. Belə dostlar, bax belə iPhone 17-yə oxşayan bir nazik, çox nazik bir smartfondur. Lakin onun arxasına belə kiçik modullar belə yapışdırıla bilir, maqnit üsulunda. Və bunu biraz da qalın edə bilirsiniz. İstəsəniz buradan nə edə bilirsiniz? Modul üsulu ilə kameranı yapışdırıb çəkilişlərinizi eləyə bilirsiniz. Bundan öncə LG şirkətində belə modul dəyişiklikləri var idi. Daha sonra bax belə bir ağır bir linzası var. Götürürsən, yapışdırdın. Oldu bax belə bir. Bu konseptdir təbii ki, bax belə bir kamera. Çox nazikdir, amma belə bəlkə də gələcəyin smartfon konseptlərindən biridir. Bir də belə Tekno'nun oyun kompüteri var. Lamborghini ilə bərabər hazırladığı kolaborasiyada bu soyutma sistemidir. Taurus adlanır. Bu da klaviaturası. Oyun klaviaturası nə qəşəngdir. Qəşəng. Dostlar, bax belə bir telefon var. 33.000 milliamper saat bateriyası var. Belə bir qalınlıqda. Belə bir düşmən öldürmək üçün hazırlanmış konkret bildiyiniz kərpicdir və 33.000 milliamper saat bateriyası var. Bir neçə gün, yəni 3-4 gün bu smartfonu istifadə edə bilərsiniz. Amma təmiz metaldandır, kənarları ağırdır. Çox güman ki, ekstremal vəziyyətdə çalışan, nə bilim, neftdə, səhranın ortasında, meşədə olanlar üçün ideal bir cihazı. Bu həm də onun fənəridir. Qəribə də. Deməli, Ulefone brendinin Smartman kanalımızla, videolarımızla bir əlaqəsi var. Çünki Smartman təzə çıxanda o zaman Əlixəyyam Mobitel'də işləyirdi və mənə bir Ulefonlar gətirirdi. O vaxt Azərbaycanda o qədər də Çin brendləri yox idi. Deməli, Ulefonun böyük həcmli, ekstremal vəziyyətlər üçün olan smartfonları da var. Amma bu smartfonun digərlərindən ROG One adlanan modelinin digərlərindən fərqi var. Deməli, bu modeldə action kamera qoşmaq mümkündür. Bu necə baş verir? Smartfonun arxa hissəsində, yəni əsas kameranın yanında bir kiçik bir modul var. O modulda bu kamera linza dəyişdirilir, yerinə action kamera qoyulur və çəkilişləri artıq siz action kamera vasitəsilə etmiş olursunuz. Və belə qəribə bir yenilikdir və yeri gəlmişkən bateriyanın həcmi 9000 milliamper saat batareyadır və 45 vaatlıq şarjı var, Android'un üzərindədir. Təbii ki, prosesorda MediaTek'dir, onu daha düz verən bir şeydir. Bu nədir? Burada biz batareyanı əlavə də elə bilirik. Yəni smartfona fikir verirsinizsə, çıxartdıq, təzə başqa bir batareya qoyduq və işimizi davam etdiririk. Yəni bu smartfonlar ümumilikdə, məsələn, bunun qalınlığına baxın, ekstremal vəziyyətlərdə istifadə etmək üçündür. Tamamilə Leica ilə bərabər istehsal etdiyi telefon və ya smartfon kimi bir cihazıdır. Yəni bunu həm siz smartfon kimi istifadə edə bilirsiniz, həm də
bir fotoaparat kimi. Əslində rahat deyil. Bəli, Leica çox yaxşı linza və fotoaparat istehsalçıdır, amma bu boyda şey öz üzərində necə gəzdirə bilərsən? Yəni küçük fotografiyası ilə professional məşğul olmursansa və sən digər kameralar almırsansa, bu böyük ölçüdə sadəcə digərlərindən seçilmək üçün bir cihaz. Deməli, Xiaomi-nin stendindəyik və Xiaomi 17 Pro Max. Mas é só pra câmera. E aí, Belə bir arxa displey və ikili kamerası var. Daha sonra belə bir foto kamerası var, linzası. Yəni Leica ilə bərabər eləyiblər deyə və sanki özünü foto kamera kimi aparır. Ha, görüntü belədir. Əslində pis çəkmir, yəni insafla demək lazımdır ki, çox yaxşı çəkir. Amma özünkü deyil də, yəni dizayn özünkü deyil, ad özünkü deyil və Leica linzasından istifadə etdiyini 100% göstərir. İstəsəniz onu yığışdıra bilirsiniz bu informasiya bölməsindən. Bir də Xiaomi 17 Ultra bu artıq daha böyük linza ilə təchiz edilib. Daha böyük linzası varsa deməli çəkməyə də fərqli ola bilər. Baxaq. Çəkdik. 1.2x, bu isə 2x də çəkilib və burada süni intellekt işləyir təbii ki. Rəng, işıqlar çox yaxşıdır. Yəni selfie kamerasına da baxaq. Bu da onun selfie kamerası. Pis deyil, əslində kamera yaxşı çəkir ha, yəni insafən demək lazımdır. Bu isə Leica ilə bərabər istehsal etdikləri, orada logosunu da qoyublar. Leica Lates Phone adlanır. Belə bir cihazdır. Android, təmiz Android'un üzərindədir. Leica kamerasına ibarətdir. Kamera pis çəkmir, sözün açığı. Yəni burada da çox yaxşı bir şəkil çəkdiyini görmüş oluruq. Leica'da da. Leica çox yaxşı linza istehsalçısıdır və Xiaomi onunla bərabər çox yaxşı bir kolaborasiya edə bilib. Artıq uzun müddətdir ki. Maraqlı bir dənə şey də sizə göstərim. Bu şəkli yenə də Leica-nı istifadə edərək çəkmişəm. Bu linza buradan belə fırlanır. Biz bununla zoom eləyə bilirik. Fırladırıq və zoom eləyirik. Yəni bu belə fırlanır və zoom eləmək üçündür. Əladır. Xoşum gəldi. Sağ ol Xiaomi. Dostlar, bu isə AI agentdir. Deməli, boynu basırsan, boynu basandan sonra sənin ətrafında baş verən şeyləri qeydə alır, süni intellekt sənin üçün qeydə aparır. Kimlə görüşmüsən, nə etmirsən və nəticədə sənə hesabat hazırlayır. Bir ikinci beyin kimi bir şeydir də bu. Belə bir şeydir. Bu cihaz isə ThinkPad-in dəyişə bilən modul bir cihazıdır. Yəni bu monitor çıxır. Yerinə biz klaviaturanı bağlaya bilirik. İstəsək monitor geriyə fırlana bilər və qarşıdakı şəxsə göstərə bilirik ki, məsələn, sənin ekranda nə baş verir, hansısa bir nəyisə göstərməyə çalışır. Ümumiyyətlə, Huawei-də də var idi, göstərmişdik bu cihazı sizə. Bu tip modul cihazlar artıq bu sərgidə dəf halına almağa başlayıb. Yəni artıq kifayət qədər çoxlu sayda modul cihazlar var. Məsələn, klaviaturada belə maqnit formasında da çox yüngüldür. Həmçinin yeri gəlmişkən buradakı portlar da modul şəkilləri dəyişdirilə bilirlər. Bax, burada bir cihazda içində HDMI var, USB Type-C var. Onların hamısını dəyişmək olur. Bax, dəyişdik və yeri gəlmişkən artıq burada biz klaviaturu var. Burada da monitoru var. İstəsən isə yeri gəlmişkən monitoru bax, bu cür formada dəyişdik. Bura taxa bilirsən. Və salam. Yəni artıq monitor bax, maqnit olaraq onun arxasında işləmiş olacaq. Belə bir ThinkPad-dir. Monitoru da arxasına taxandan sonra artıq ön ekranda nə baş verirsə, onu da tam olaraq arxada görmək olur. Deməli dostlar, bu Lenovo Yoga klaviaturasıdır. Tutaq ki, siz bir montaj edirsiniz. Bax, klaviatur vasitəsilə professional şeylərdə olaraq, montajda olaraq
kadrının saniyəsini tapana qədər onu bu şaybə vasitəsilə edə bilirsiniz. Çox maraqlı bir klaviaturadır. Həm toxunuş olaraq çox qəşəngdir. Yumuşaqdır, rəngbərəng RGB-dir. Həmçinin bax biz bundan belə fırlanaraq istədiyimiz kadrı da tapa bilərik. Superdir. LG-nin panelində isə çox maraqlı bir şey var. Deməli yaxınlaşırsan bura və sadəcə danışırsan. Danışandan sonra süni intellekt sənin əhvalını müəyyən edir və əhvalını təbiətdə olan şeylərə çevirir. Məsələn, güldürsə gül, yağışdırsa yağış. Bu xanımda buğdadır deyəsən. Yəni AI, yəni bu sərginin əsas trendi süni intellekt və robotlardır. Robotları və süni intellektdə hər şeydə sınayırlar, hər şeydə yoxlayırlar. Məsələn, sənin danışmağından qaqaşda qamışdır. Sənin danışmağının əhval-ruhiyyəsini müəyyən edirlər. Yəni, orada kamera var bu arada. Kamera onun əl hərəkətlərini görür və əl hərəkətlərinə uyğun olaraq bu gül hərəkət edir. Məsələn, xanımda onun əhvalına uyğun olaraq belə bir gül var. O da hərəkət edəndə gül də hərəkət edir. Nəyə lazımdır sualı verirsinizsə bilmirəm.